Zibər xanım, siz SSR dövləti dağıldıqdan sonra, yəni ki, yenidən Azərbaycana dönüş elədiniz, geri qayıtdınız və həmin ərəfələrdə Azərbaycanda artıq yeni qurulmuşda olan dövlətimizdə, yeni təməli qoyulmuş bir dövlətdə istəmədinizmi ki, hər hansı bir milli məclisdə və yaxud da Azərbaycanı təmsil edəsiniz, öz bölgənizi tərənnüm edəsiniz və öz bölgənizdə olan çətinliklərin aradan qaldırılmasında və vətəndaşların ən azından firavan yaşaması üçün hansısa qanunların qəbul edilməsində dövlətimizin və dövlətçiliyimizin inkişafı üçün siz də namizədliyi irəli sürüb millət vəkili, yəni ki, indiki deputat parlamentdə təmsil etmək istəməzdinizmi? İstəyərdim, niyə istəmirdim ki? Yəni cəhd etdinizmi? Cəhd etdim, getdim qəbullarını heç məni qəbul eləmədilər. Naxçıvanda yoxsa burada mı? Naxçıvandan bura gələndən sonra iş olmadı, gəldim bura, dedim bir iş tapım, işləyim də. Gəldim, dedim, istəyirdim ki, hansı bir ağır sahə olsun, versinlər var, mən onu 2 il müddətinə birincilər eləyim. Birincilər sırasında olsun. Getdim prezidentin qəbuluna, dedim, düşüm qəbuluna deyim, Kənd Təsərrüfatı Naziri qəbuluna getdim, həmkarların qəbuluna getdim. Biri də qəbul eləmədi mənə. Dedilər ki, burada yoxdur, qəbul günü dəyir, qəbula yazır, nə sürünlər, bir sonra gördüm ki, qəbul eləyən yoxdur, heç dayiş yerə getmədim, qaldım. Heydər Əliyev zamanında, hansı ki onun silahdaşı olmuş bir şəxsin, bu günləri üzünə bütün demək olar ki, Nazirlik qapıları bağlandı və Milli Məclis qapıları bağlandı, Nazirlər Kabinetində qapılar bağlandı və o cümlədən hər hansı bir sahədə sizə nə iş, nə də hansısa sahədə bir imkanlar yaradılmadı ki, nə də sizi hansısa dövlətin demək olar ki, sıralarında dövlət tərəfindən tərtib olunmadınız və hər hansı bir fəxri diplom və tədbirlərə artıq yaddan unutuldunuz və yaddan çıxardıldınız, sizə qarşı biganə yanaşıldı. Mən elə başa düşdüm. Hara getdik, qapılar bağlandı. Nə qədər dedim ki, bir bəni qəbul eləyin. Mən də deyəcəklərim var da, mən də Azərbaycan vətəndaşıyam da. Amerikadan gəlməmişəm ki, mən də bir qəbul eləyin. Qəbul eləmədim. Yəni siz, mən baxdım ki, bəyəkləri danışığımız ərəfəsində səhnə arxasında desəm ki, kadr arxası biz danışıq ərəfəsində sizin bir çox müraciətlərinizlə yəni rastlaşdıq, göz nəzər yetirdik ki, siz bir çox dövlət qurumlarına və rəhbərlərə, yuxarı distansiyalara müraciətlər ünvanlamısınız, ən də laqeyd yanaşılıb və sizin heç nə cavab verilib, nə bir şey. Və hal-hazırda isə mən elə başa düşürəm ki, o travmatologiya deyiləcək bir yerdə, yəni Səhiyyə Nazirliyinin xəttindən hansı ki, sizə əmək veteranı da verilmişdi, ən də heç bir orden və medalla tərtib edilməmişsiniz əmək veteranı kimi. Bəs oradan sizi təqaüdə ki, çıxartdılar, əlillik təqaüdü idi, yoxsa yaş təqaüdü idi? Mən əslində 50 olmuşdum, Naxçıvanda tütündə işləyəndə zəhərlənmişdim. 3 gün xəstəxanada ölü damında qalmışdım. Belə çox güclü zəhərlənmişdim. Əlim tütününü bir zingirti üzüm yemişdim. Ondan zəhərlənmişdim, xəstəxanada qaldım. Elə deyirdilər ki, öləcək, hamı deyirdi, indi ölər, bir saat ölər. Onda həkimlərin sayı nəticəsində ölmədim, qaldım. Onlar hökumət çıxartdı mənə, dedi ki, burada mədəsində problemlər var. Neçənci qrupla çıxdınız əlillikləri? İkinci qrupla çıxdınız və sizin əmək fəaliyyətinizə artıq dedilər. Həm işləyirdim kolxozda, həm də ki, pensiya çıxdım. Az bir miqdarda pensiya. Bəs nə qədər əmək fəaliyyətiniz olmuşdur? Mənim 45 il stajım var. Əmək fəaliyyətiniz var və o cümlədən də bunun içərisində Milli Məclis, millətin təmsil edən bir deputat kimi Rusiya Federasiyasında da deputat olmusunuz. Yəni bu da nəzərə yetmədən sizdə indi hal-hazırda 45 il əmək fəaliyyəti, ali təhsillə bağlı olacaq o əlavə stajınız, ali təhsil də çünki əmək fəaliyyətinə daxil olunmuş hissədir və o cümlədən də siz təmsil edən bir deputat olaraq, yəni Rusiyada. Bu da əlavə stajdır və bu da fərqləndirici, yəni ki, əlavə fərqlənməklə orada qeyd olunan əmək stajının əlavə edilməli idi və o cümlədən də əmək veteranı olmağınız orada görünür.
Sadəcə nəyi demək istəyirəm fikrimi tamamlamaqda. Bu boyda 45 ilin və o cümlədən Sovet dövlətində təmsil edən bir deputatın və o cümlədən ali təhsilli və zəhmətkeş bir qayğı göstərən dövlətinə və dövlətçiliyinə sadiq olan və lider olaraq Heydər Əliyevin zamanında, istər Sovet zamanında, istər bugünkü zamanda olacaq bir şəxsin, o Rus zamanında fərqləndirici bir şəxsin bu günləri sirdə ölsə təqaüdü nə qədərdir? Mən təqaüdüm lap az idi. 300 xırda xəstəliklə çıxmışdım da. Xırda nə stajımı nəzərə aldılar. O vaxtlar staj pulu verirdilər. Onu da mənə vermədilər staj pulu. Bir ilə deyəsən aya 2 manat idi, 1 manat 70 qəpik idi. Nə idi? Staj pulu var idi. Onu da mənə vermədilər. Hər mən müraciət elədim, elə dedilər ki, budur ki, budur. Xəstəliklə çıxsan, daldan da yaşın tamam olandan sonra dedilər ki, yaşınla çıx da, xəstəliyi ləğv elədilər, özləri heç mənim xəbərim olmadan ləğv elədilər, yaşınla çıxdım. Az da arta gəlib indi olub 556 manat olubdur. İndi yəni sizin 45 illik əmək stajınız yəni o qədərmi dəyərləndirildi? Yəni ki 25 il indi Azərbaycanda tənzimlənən 25 il əmək stajı tələb olunduğu halda siz 45 il işləmisinizsə, bu gün Azərbaycanda 45 illə 25 ilin əmək stajları arasındakı bu dəyərləndirmə və o cündən keçmiş Sovet zamanında olan bir deputatın bu cürünə dəyərləndirilməsi və ali təhsilli bir xanımın yenidən